Qənnatçılardan öyrəndiyim daha bir resepti sizinlə bölüşürəm. Bu dəfə paxlavanın üzərinin parıltısını və gözəl rəngini necə əldə edəcəyimizi göstərəcəm. Ama önce annenizi ve babanızı seviyorsanız telefonunuzun bunu yapabildiğini 3 saniye içerisinde kanıtlayın. Önce beğeniye basın, ardından abone olun. Əvvəlcə xəmir hazırlayırıq. Burada önəmli sirlərdən biri xəmiri yoğurub 10 dəqiqə gözlətdikdən sonra yenidən yoğurmaqdır. Bu üsulla inanılmaz elastik və gözəl xəmir əldə edəcəksiniz. Hazırladığımız xəmiri 45 dəqiqə müddətində mayalanmağa qoyuruq. Qramlara bölüb gündələyirik. Xəmiri yayıb düzürük, amma ən alt və ən üst qatların arasına içlik qoymuruq ki, bişəndə içlik çölə çıxmasın və qatlar daha gözəl alınsın. Soyuducuda 1 saat gözlədirik, sonra doğrayıb üzərinə sarı və narıncı rəng qarışımı çəkirik, qozları düzürük, 150 dərəcədə sobanın ən alt gözündə bişiririk. 1-5 dəqiqə tutuşsun, sonra götürüb üzərinə yağ gəzdiririk. Şərbəti isə ən yaxşısı bir gün əvvəldən hazırlayıb saxlamaqdır. Bişən paxlavanın üzərinə soyuq şərbəti tökürük və ən azı 3-4 saat gözlədirik. Daha sonra şərbətdən 2 qaşıq götürüb qlukoza ilə qarışdırıb üzərinə çəkirik.